YouTube, Instagram və TikTok hesablarımı takip edib videonu bəyənib dostlarınızla paylaşmağı unutmayın. Bu sual noyabrın 23-ü güvən sınaq imtahanında 11-ci siniflərə salınıb. Y-i buradan tapacağıq. Y-i tapmaq üçün gəlin x-ları yoxa çıxaraq. Baxırıq burada x-in surətində 4-dür. Burada da 2-dir. Bunu mənfi 2-yə vuraq hər tərəfini. İkinci tənliyin. Yazıram 4 böl x üstəgəl y böl 2 bərabərdir 14. İkincini mənfi 2-yə vursam, mənfi 4 böl x üstəgəl y böl 2 bərabərdir mənfi 10. Burada mənfi 2-yə vuranda 4 ilə 2 ixtisar gedir axı, ona görə 2 qaldı məxrəcdə. İndi bunları tərəf-tərəfə toplayaq. Bunlar islah olunur. Y böl 2, y böl 2 toplasam 2y böl 2 qalır. 2y böl 2 də elə y deməkdir. 14 ilə də mənfi 10-u toplayıram, müsbət 4 edər. Düzgün cavab olacaq 4.